hər qiymətə iş görən usta var. Əgər normal keyfiyyətdə iş gördürmək istəyirsənsə, normal pul verməlisən ustaya. Ustadan ucuz işləməyin tələb eləməməlisən. Birinci növbədə öz işini bilən peşəkar sənətkar dəvət eləməlisən və onun işinin keyfiyyətinə görə, öz sənətinə verdiyi dəyərə görə sən ona qiymət verməlisən və dəyərləndirməlisən. Əgər normal keyfiyyətdə iş istəyirsənsə, elə düşünmə ki, sən 5 manata 25 manatlıq işin keyfiyyətini əldə edə biləcəksən. Xeyr. 5 manatlıq işin 5 manatlıq keyfiyyəti var, 10 manatlıq işin 10 manatlıq, 50 manatlıq işin 50 manatlıq. Bu bir mənalı belədir.